Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən 15 yaşına çatmış şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. 16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 24 saatdan, 16 yaşından 18 yaşınadək işçilər üçün isə 36 saatdan artıq ola bilməz. Yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə ezamiyyətə göndərilməsinə yol verilmir. Yaşı 16-dan az olan işçilər üçün əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilər üçün isə 35 təqvim günündən az olmayaraq verilir. Əmək hüquqlarınızı öyrənin və tələb edin.